Salam, axşamınız xeyir olsun. Mən Fatimə Allahverdiyeva, müəllimlər və digər pedaqoji kadrlar üçün təlimlər təşkil edən Edbro Center və Arum Progress Center'ın rəhbəriyəm. Həmçinin bu axşamki təlimdə moderatorunuz kimi iştirak edəcəm. Bugünkü mövzumuz niyə tələbələrin 90% listeningdə problem yaşayırdı? Təlimçimiz Fizzə Nəzərovadır. Fizzə Nəzərova xanım ingilis dili müəllimidir, eyni zamanda mentordur. Təlimimiz rəsmi sertifikatlıdır. CV-nizə yerləşdirə biləcəyiniz, eyni zamanda il sonu hesabatlarınıza təqdim edə biləcəyiniz sertifikatı simvolik ödənişlə əldə edə bilərsiniz. Sertifikatı əldə etmək üçün elandakı əlaqə nömrəsinə yazmağınız kifayətdir. Təlim hal-hazırda rekord olunur və gün ərzində mərkəzimizin Telegram kanalında paylaşılacaq. Keçid linkini WhatsApp qrupumuzda bölüşəcəm. Sizdən xahişim səsləri bağlı saxlamağınız və təlimin gedişatını bölməməyinizdir. Suallarınızı səsli şəkildə verməkdən çəkinməyin. Hər birinizdə xoş öyrənmələr. Buyurun xanım. Buyurun Salam, Füzə. hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. İlk öncə salamlayıram. Təşəkkür edirəm Fatimə xanım bu təlimə məni dəvət etdiyiniz üçün. Və bugünkü mövzumuz niyə tələbələrin 90% listeningdə problem yaşayır? Tələbələrin yox, bütün insanlar, yəni tam bura tələbələr universitet tələbələridir, məktəb şagirdləri aid deyil. Yəni böyük insanlar belə, tutalım speaking dərslərinə qoşulan insanlar belə listeningdə problem yaşayırlar. Yəni ilk öncə öz problemlərini deyəndə deyirlər ki, listeningdə problem yaşayırıq. Burada əsas problem nədir? İlk öncə mənim fikrimcə, yəni mən 5 ildir artıq bu sahədəyəm və 5 ildir abituriyent hazırlığı keçirəm, speaking dərsləri keçirəm və mentorluq eləyirəm və öz təcrübəmdən də görürəm ki, İnsanların 90%-i ingilis dilini listeningdə niyə problem yaşayır? Söz bazası zəifdir. Yəni təkcə bu ingilis dilinə aid deyil, əlbəttə ki, alman dilinə də aiddir, ispan dilinə də aiddir, rus dilinə də aiddir. Bütün xarici dillər, yəni belə deyim də, dili öyrənmək üçün birincisi söz bazası lazımdır. Söz bazası yaxşı olduqca listening də yaxşı olacaq, reading də yaxşı olacaq. Mənə elə gəlir ki, hamı mənlə, yəni bu fikirlə məncə razı olarlar. İstəyərdim ki, əslində bir-iki sual verim buradakı iştirakçılara. Burada yazılı formada suallarını verə bilərlər də. İstəsələr səsli formada da suallarınızı verə bilərsiniz. Ya da mən sizə suallarımı verim. Mən əslində birinci sualım o idi ki, listening edərkən ən çox hansı problemlə siz qarşılaşırsınız? Məsələn, mənə elə gəlir burada valideynlər də var, abituriyent valideynləri var. Abituriyentlərin bəlkə də özləri də burada qoşulublar, universitet tələbələri, hansı ki, özləri də buraxılış imtahanı veriblər. Orada ingilis dilindən listeninglər olub və hazırlıq vaxtları da tələbələrin yaralı yeridir listening və ya yadınıza salın ya da ki hal-hazırda abituriyentsizsə listening zamanı siz ən çox hansı problemlərlə yaşamısınız? Aha. Deməli, salam, oxşar tələffüzlərdə hansı sözün işlənilməsi? Aha, salam, mən listening zamanı sadəcə bilmədiyim sözləri tuta bilmirəm. Listening zamanı bir çox insanların elədiyi səhv, bir sözü buraxırlarsa, yəni məsəl üçün dinləmə zamanıdır, bir sözü buraxdılarsa, başa düşmədilərsə və o sözü düşünürlər imtahanda. Təsəvvür edirsiniz, cümlə gedir, amma o sözdə beyin fokuslanıb qalır da. Məsələn, hansı bir söz başa düşmür. Məsəl üçün tutalım ki, deyir ki, water sözü, düzdür? Və onu bəzi akcent, bəzi insan onu war kimi deyir. Bu da oturur fikirləşir ki, cümlə gedir, listeningdir, listening gedir. Amma bu oturub fikirləşir ki, war nə idi? War. Bu nədir? O doesn't mean. Bu nə məna verir? Yəni beyin avtomatik olaraq və insan onda da stressə düşür. Yəni belə deyim də, cümlə gedir. Bəlkə də sən o biri cümlələrdən bu cümləni, bu sözü bəlkə də tuta bilərsən. Ən azından sözü də bilməsən, mətni tuta bilərsən ki, listening nə haqqında gedir. Amma beyin fokuslanır ona ki, o Zeynəb xanımın dediyi kimi də, deyir sözləri tuta bilmirəm. Və sözləri tuta bilməyəndə də istərsəməz bir dənə sözü tuta bilmərsən, 2 dənə sözü tuta bilmərsən. Ola bilməz ki, bütün orada mətni sən tuta bilməyəsən, mətndəki olan sözləri tuta bilməyəsən. Amma əsas bizim problemimiz odur ki,
beyin artıq fokuslanır bizim başa düşmədiyimiz sözə və ya ki cümləyə. Artıq orada necə deyim, ilişib qalırıq və o da bizə bir problem yaradır və artıq başa düşəcəyimiz cümlələri də başa düşmürük. Belə. Oxşar tələffüzlərdə hansı sözün işlənilməsi? Bəli, bir çox tələbələrin 99,9% tələbələrin problemidir. Oxşar tələffüzləri ayırd edə bilmək ki, hansı sözdür. Və açıq suallarda da, listeningin açıq suallarında da artıq problem olur və toqquşma olur bir növ. Və bir də görsən ki, məsələn cümləni düz yazırlar, amma o sözü başqa məna, başqa tələffüz kimi eşidib və sözü başqa yazılır və məna artıq başqa olur. Yəni başqa mənada gedir və artıq cümlə səhvliyi yaranır. Və özünüz də bilirsiniz ki, buraxılış imtahanında, yəni dimdə elədir ki, bir dənə hərfi belə səhv yazsan artıq orada səndən bal çıxırlar. Salam, listeningə qulaq asarkən tapşırıqlarda eyni anda baxmalıyıq, yoxsa birinci full listeningə qulaq assaq, ikinci dəfə eşidəndə tapşırıqlara abituriyentim. Deməli Nuray xanım, birinci bilirsiniz ki, imtahanda 2 dəfə listening qoyulur. Yəni 2 dəfə olur dinləmə. Mən adətən öz tələbələrimə də elə öyrədirəm ki, 2 dəfədən çalışın ki, bacardığınızı eləyin. Yəni maksimum dərəcədə bacardığınızı eləyin. İkincisi də ki, mən tələbələrimə necə öyrətmişəm və onlar imtahanda da onu tətbiq eləyirlər və özləri də yəni geri dönüş edirlər ki, bəs Fizə müəllimə, hə, yəni siz düz deyirdiniz. Birinci, yəni mən əvvəl səhv eləyirdim sınaqlarda, bildiyim şeyləri belə yaza bilmirdim listening suallarında. Amma siz deyəndən sonra, sizin dərsinizə qoşulandan sonra mən onu deyir növbəti sınaqlarda və imtahanda tətbiq elədim. Yəni tutalım ki, 6 sualdır, 6 sualın 4-ünü düz yazırdım və ya elə olurdu 5-ini düz yazan olurdu. Elə adam var, elə uşaq var idi ki, yəni potensial bir uşaq idi, 6-6-sını düz yazırdı listeningdə. Baxın, birinci ümumiyyətlə çalışın, qapalı suallar işləyin. Qapalı suallar 3 dənə tutalım ki, qapalı sualdır. Qapalı sualları işləyin. Qapalı sualları işləyəndən sonra tutalım ki, birinci dinləmə gedir. Birinci ümumiyyətlə sizə vaxt verilir. Siz dinləmə suallarından tanış olursunuz. 1 2 3 dəqiqə. Siz dinləmə suallarına tanış olursunuz. Oradakı sözlərə baxsın, ən azından insan tutur ki, listening mövzusu nədir? Ondan da sonra qapalı suallara baxın. Qapalı sualları çalışdığınızı eləyin. Ola bilər ki, açıq suallarda da ki, sadə cümlələr ola bilər ki, siz onu yaza biləsiniz. Yəni maksimum tutalım ki, 6 sualda onun ikisini ən azından eləyin. Bilin ki, artıq oca 2 sualınız var. 2 cümləniz var. Yəni 2 daha doğrusu doğru cavabınız var. Və ondan da sonra artıq bilmədiyinizə baxın. Çalışın ki, o cümlələr bir şey də deyim ki, sizə ümumiyyətlə suallar bir-biri ilə bağlıdır. Yəni tutalım ki, siz 2 sualı ən azından işləsəz, 2 suala əmin olsaz ki, siz düz yazmısınız, artıq o birisiləri də siz yəni düz yaza bilərsiniz. Ehtimal var. 90%, 85% ehtimal var ki, düz yazarsınız. Amma məndən məsləhət almaq istəyirsinizsə, birinci növbədə qapalı sualları işləyin, ondan da sonra keçin açıq suallara. Çünki elə ola bilər ki, Allah eləməmiş. Birinci fikirləşərsiniz ki, açıq suallar işləyim. Ondan da sonra keçərsiniz qapalı suallara. Nə ondan olarsınız, nə bundan olarsınız. Yəni açıq suallarda yaza bilmərsiniz və artıq 2 dəfə dinləmə qoyulmuş olar və qapalı suallarda qalar. Ən çox şagirdlərin sualların ardıcıllığı olmasını gözləyirlər, ancaq elə olmur deyə problem olur. Ancaq ən çox şagirdlərin sualların ardıcıllıqla olmasını gözləyirlər, ancaq elə olmur deyə problem olur. Tam olaraq başa düşmədim. Yəni hansı mənada sual verdiniz? Həsən bəy. IELTS listening üçün hansı tövsiyələriniz var? Mən özüm IELTS instruktor deyiləm. Yəni IELTS müəllimi deyiləm, IELTS mentoru deyiləm. Ona görə də əslində yəni bu haqqda tam məlumat verə bilmərəm sizə. Amma onu deyə bilərəm ki, IELTS-a başlamamışdan öncə çoxlu şəkildə podkastlara qulaq asmaq lazımdır. Ümumiyyətlə, yəni belə deyim də, pre-IELTS deyilən bir şey var. Pre-IELTS imtahanı. Və pre-IELTS imtahanında da ki, müəllimlər çoxlu dinləmələr elətdirirlər. Podkastlar, filmlər.
Məsləhətim odur ki, IELTS-a hazırlaşmamışdan öncə pre-IELTS-a hazırlaşın və pre-IELTS-da da müəllim sizə, yəni pre-IELTS-la olan tanış, yəni pre-IELTS dərs keçən müəllimlər tanıyıram ki, yəni nə edirlər? Filmlər izlədirlər, filmləri danışdırırlar, podkastlar dinlətdirirlər, mahnılar. Yəni belə listening-ə hazırlaşmaq istəyirsinizsə və listening-dan yaxşı nəticə almaq istəyirsinizsə, ə həyatınızın bir hissəsi olmalıdır ingilis dili və çoxlu mahnılar. Qoyun Azərbaycan mahnılarını bir qırağa, qoyun rus dilində mahnıları bir qırağa, əgər kim rus dillidirsə, sırf ancaq ingilis dilində, yəni ingilis dilinə fokuslamaq istəyirsinizsə, ingilis dilində mahnılara qulaq asın. Mən özüm 2022-ci ildə Azərbaycan Dillər Universitetinə daxil olmuşam və yəni yalan deməyəcəm sizə, 11-ci sinif bitirmiş bir şagird, yeni tələbə olmuşam. Nə dərəcəsində ingilis dilini bilə bilər ki, əlbəttə ki, çox normal haldır. Çünki əsas abituriyentlər nədir? Sualları əzbərləyirlər, testləri, qaydaları əzbərləyirlər, yazırlar. Uzaqbaşı readingdən suallardır. Reading işləyirsən, listeningdən də 6 sualdır. O yan bu yan yazırsan, vəsə. Amma artıq Dillər Universitetində elədir ki, sırf tədris ingilis dilindədir, fənlər ingilis dilində var. Tamamilə, yəni dərs proses ingilis dilində gedir, imtahanlar ingilis dilindədir və s. Speaking imtahanı var. İndi hal-hazırda bizdən sonra düzdür o oldu. Speaking imtahanı indi hal-hazırda var. Ayrıca speaking imtahanı keçirdirlər. Və uşaqlar speakingdən kəsilir. Yəni o qədər mənim indi tələbələrim var ki, qoşulublar dərsə və speakingdən kəsiliblər. Yəni semestr imtahanı speakingdən kəsiliblər. İndi qoşulurlar ki, yenidən yay imtahanına girsinlər, speakingdən keçsinlər. O da bilirsiniz nədən irəli gəlir? Speakingin zəif olması, speakinglə listening ikisi də bağlıdır. Yəni bir-birinə bağlıdırlar. Listening zəif olanda speaking də zəif olur. Speaking zəif olanda listening də zəif olur. Dinləmən zəifdirsə, danışığın da zəif olacaq. Amma dinləmə səndə güclüdürsə, suallardır, sözlərdir, cümlələrdir, sənin speakingin də avtomatik olaraq inkişaf olunur. Bəs eyni tələffüz problemini necə aradan qaldırmaq olar? Dediyim kimi speaking practice, listening practice və bir də söz bazanız zəngin olmalıdır. Sizin söz bazanız zəngin olsa, siz ola bilər ki, tutalım ki, 2 sözdür və 2 sözü siz aid eləyə bilmirsiniz ki, indi burada hansı. Amma siz o biri cümlələrdəki sözləri bilsəz, söz bazanız zəngin olsa, siz artıq tutacaqsınız ki, burada tutalım deyirəm ki, now sözü. Bir növ deyirlər now bilmək, bir də var now, bilindi. Cümlədə artıq sən biləndə ki, burada now mənasındadır, yoxsa no mənasındadır. Artıq yəni yenə dediyim kimi söz bazan zəngin olsa, sən listening-ını da düzgün şəkildə yazacaqsan. Mən IELTS listening-i 4-5 qaldıra bilmirəm. 4.1 Sonra imtahan vermirəm, amma listening-dən qulaq asanda cümləni anlaya bilmirəm. Sözlərin bəzilərini anlayıram, amma ümumi cümləni anlamağa çətinlik çəkirəm. Necə inkişaf etdirə bilərəm? Bunun üçün mən ayrıca self-study paketləri yaratmışam. Siz istəsəz ondan yararlana bilərsiniz self-study paketlərində. Amma yəni niyə deyirəm? Çünki self-study paketləri elədir ki, içində vocabulary bazası da var, podkastlar, yəni lazım olacaq podkastlar əlavə etmişəm kanala. Yəni belə deyim də sizə. Dili yaxşı şəkildə bilmək istəyirsinizsə, listening-i yaxşı şəkildə bilmək istəyirsinizsə, yenə dediyim kimi hər gün praktik olunmalıdır. Çünki ingilis dili bir Allahdan gələn bir istedad deyil. İngilis dili, ümumiyyətlə xarici dil bilmək istedad deyil. Xarici dil bilmək, yəni Allahdan gələn bir vergi deyil də. Yəni xarici dil bilmək bir bacarıqdır. O bacarığı da inkişaf elətdirmək bizim öz əlimizdədir. Yenə dediyim kimi, əgər listening-dən çətinlik, yəni listening-dən qulaq asırsınız və cümləni anlaya bilmirsiniz. Bu hamısı nədən irəli gəlir? Söz bazanın zəif olması 1, speaking praktika olması 2.
Sözlərdən istifadə eləmirsiniz. Bəlkə də sözləri bilirsiniz. Söz bazanız zəngindir, amma onu cümlələrdə istifadə etmirsiniz. Təsəvvür eləyin ki, bir növ dərmanınız var, amma onu içmirsiniz. Bax elə bir şeydir. Podkastlar dinləyərək, mahnılar dinləyərək. Mən özümdən bir experience-imdən deyim sizə ki, mən ingilis dilini mahnıları oxuyaraq, dinləyərək öyrənmişəm. Heç bir kursa getməmişəm. Yəni müəllimə, məsələn, dinləmənin ikinci cümləsi, dinləmənin sualının ikinci sualında verilmir. Qarışıq verilir suallar. Bəli, suallara qarışıq verilir. Məsələn, axırıncı cümlədəki olan cavab birinci sualda ola bilər. Birinci cümlədəki olan cavab axırıncı ola bilər. Bəli. O da uşaqlara əslində sərf eləmir, amma imtahan keçirdənlərə, yəni bir növ sərf eləyir. Çünki burada artıq uşağın xarici dil biliyini yoxlayırlar. Yenə dediyim kimi imtahanda xarici dil biliyi yoxlamaq üçün də əlbəttə ki, qarışıq şəkildə qoyacaqlar. Düzdür, biz müəllimlər istəyərik hamımız ki, tələbələrə daha rahat olsun ki, bütün tələbələr hamısı, istər zəif tələbə, istər güclü tələbə, hamısı listeningi %100 yazsınlar. Amma çox təəssüflər olsun ki, bu artıq imtahandır və uşağın elə burdan biliyi bazası yoxlanılır ki, qarışıq şəkildə listeningdir və qarışıq şəkildə suallardır. Görək uşaq nə dərəcəsinə dili bilir, dili mənimsəyib. Kursa getsək, amma kitab işləməsək sizcə inkişaf olar? Xeyr. Kim desək ki, kitab işləmədən sadəcə sırf communication deyilən bir dərs kimi də, yəni sırf conversation, ona inanmayın. Necə inkişaf elətdirə bilərsiniz? Əgər bazanız güclüdürsə, yəni əla, B2, C1-ə yaxındır, sadəcə gerisi sırf bir növ söhbət, mühabbət deyirlər ona. Okay, onda deyə bilərəm ki, nəsə bilmədiyiniz bir şey də ola bilər. Yəni insanıq zaten hər gün biz nəsə öyrənirik. İstər müəllim olsun, istər şagird olsun, istər tələbə olsun, istər adi bir professor bir insan da, yəni onun bilmədiyi bir şey ola bilər və hər gün biz nəsə yeni məlumatlar əldə edirik. Bu heç. Tutalım deyirəm ki, C1 səviyyədəsiz, okay, onda onu deyə bilərəm ki, hə, communication-a gedirsiniz, conversation clublara, bu başqa məsələ. Əgər bazanız zəifdir, A1-siz, A2-siz, kitabsız desələr sizə ki, hə, gəl, mən deyir sənə öyrədəcəm, sən C1-ə çatacaqsan, 3 aya C1-ə çatacaqsan, deyilən bir şey yoxdur. Yəni məndə tələbələr məsələn mənim səhifəmdən yazırlar, dərslər haqqında məlumat alırlar. Deyirlər kitabsız olar müəllim, kitabdan sıxılmışıq, kitabsız olar. Deyirəm ki, kitabsız okey, mən sırf kitaba odaqlanmıram. Zaten mən özüm də başqa PDF formatlardan işlədirəm, mahnılardır, podkastlardır, yəni belə tipdə çalışıram ki, daha maraqlı şəkildə dərsləri keçirdim. Amma kitab da mütləq vacibdir. Niyə? Çünki kitab içində qrammatikadır, kitabın içində vocabulary'dir. Ayrıca PDF formatlar var, içində idiomalardır, phrasal birləşmələrdir, yəni frazeoloji birləşmələrdir, idiomalar, yəni bizim sırf gündəlik danışıqda istifadə edəcəyimiz şeylərdir. Yəni sən bunları bilməsən, sən danışa bilmərsən, ömür boyu danışa bilmərsən. Biz bir növ vitamin deposu yığmalıyıq ki, axırda bir nəticə görək, bir növ immunitet qalxsın. Dinləyərkən hər sözü başa düşməyə çalışmalıyam, yoxsa əsas fikri tutmaq kifayətdir? Əsas fikri tutmaq kifayətdir. Elə inanın ki, səhərdən elə bunu demək istəyirəm. Yaxşı vurğuladınız Nuray xanım. Deyirəm, bir insan tutalım cümlə gedir, okeysən. Bir dənə gəldin, hansısa bir sözü başa düşmürsən, bilmədiyin bir söz də ola bilər və ilişib qalırsan, fokuslanırsan ki, o söz nə idi? Mən o sözü bilmədim. O yana davamını bəlkə də cümlədə tutacaqsan, hə, nə demək istəyirdi. Bildiyin cümləni belə artıq sən bir növ qulaq asmırsan axı artıq. Sənin o fikrin qaldı o sözün üstündə, o sözdə qaldı da və artıq cümlələr də gedir, şansın da gedir və yaza biləcəyin sualı artıq yazmamış olursan. Uşaqlar çox səhv eləyirlər onu imtahanda. Yəni mən öz abituriyentlərimə də deyirəm ki, qətiyyən elə səhvə yol verməyin, qətiyyən. Bir sözü bilmədin, canın sağ olsun. O biri cümlələrə baxsan, axır əvvəl cümlədən tutacaqsan burada nə demək istəyir. Biri var ki, bir sözə odaqlanırsan, bu sözü bilmirəm, odaqlandın, hamısını
qulaq ardına verdin, getdi. Axırda tam 2 dənə sual düz yazırsan. Biri var ki, odaqlanmırsan, vecive alma, baxırsan temanı tutursan, birini mövzunu tutursan, axırda amma gəlir ki, 4 dənə, 5 dənə düzün var. Aksentləri öyrəşmək üçün hansı mənbələri tövsiyə eləyə bilərsiniz? British Council. Çoxlu proqramlar var əslində. Onun biri British Council-dır. Podkastlar da dinləməlisiniz, mahnılar dinləməlisiniz. Mahnıları səsli şəkildə oxuyun. Filmə də əlbəttə ki, baxmalısınız. Birinci, mən öz tələbələrimə ev tapşırığı kimi film izlədirəm. Filmi birinci subtitrlə baxılır əlbəttə ki, amma bir müddətdən sonra zaten özləri deyirlər ki, ehtiyac yoxdur. Çünki biz artıq anlamağı anlayırıq. Məsələn, təzəlikcə elə bir tələbəm özü elə geri dönüş elədi ki, deyir müəllim, artıq deyir subtitr olanda belə əlimi tuturam belə deyir subtitra deyir. Heç baxmıram, amma özüm deyir artıq başa düşürəm ki, orada nə deyirlər. Niyə? Çünki mütəmadi olaraq bu insan film izləyir. Ev tapşırığı kimi mən ona verirəm. Çünki artıq sonra mən ona ev tapşırığı kimi soruşuram ki, film nədən gedir? Film söhbət o məcbur olaraq dinləyir və yəni nəticəsi də olur. Və, elə, tələbəm də var ki, filmə baxır, içindən bilmədiyi sözləri, özünə bir lüğət dəftəri ayırıb, içində bilmədiyi sözləri yazır, bilmədiyi idiomalar, məsələn, bilirsiniz də, ingilislər çox idiomalardan istifadə etməyi sevirlər, çox sevirlər idiomadan istifadə. Çünki o həqiqətən dili zənginləşdirir və, onu özündə qeyd eləyirdi, yazırdı ki, məsələn, bu müəllim, bunun mənası nədir? Məsələn, bu söz bu belə idi, belədir, bunun sinonimi budur və inanın təsəvvür edirsiniz, günə bir 15 dənə, günə 20 dənə, 25 dənə söz çıxartsa, bu insan bir aya görün nə qədər söz öyrənmiş olur. Bəs bir səsə, mahnıya falan neçə dəfə qulaq asmaq yaxşıdır? Mahnıya nə qədər istəsəz qulaq asa bilərsiniz. Nə qədər çox olsa o qədər əladır. Amma mən 2 dəfə qulaq asdırandan sonra artıq kifayət olur tələbələrə. Hansı filmləri tövsiyə edə bilərsiniz bizə A1-dən S2-yə kimi? Türkan xanım, onu, mənim səhifəmə yazın, Instagram səhifəmə. Yəqin qrupda paylaşacaqlar səhifəmi. Kimin nə sualı olsa mənə yazar, bir-bir cavablayaram. Çünki məndə indi belə yoxdur, amma belə list kimi, ayrıca bir şablon kimi düzəltmişəm. Orada bütün filmlərin adları var. Onların hamısını sizə, yönəldə bilərəm. Filmlər çoxdur, yalan nə deyim, adları çox elə yadımda qalmır. Həm də yəni yazılı formatda, əldə etmiş olarsınız, bir-bir oturub baxarsınız. Level up eləyərsiniz. Zeynəb xanım, tam olaraq başa düşmədim. Bəs mənim, sizə bir sualım var. Biz niyə readingdə başa düşdüyümüz sözü, listeningdə anlamırıq? Məncə hamı bu problemlə üzləşib. Abituriyent vaxtı mən də o problemlə üzləşmişəm. Niyə, readingdə bildiyimiz sözü, başa düşdüyümüz sözü və ya kontekstdən tutduğumuz sözü listeningdə anlamırıq? Sizcə niyə? Sözün tələffüzündən ola bilər. Aha, ola bilər. Sonra? Aksent fərqi. Bəli, olar. Danışıq, danışıq sürətli ola bilər. Ola bilər, bəli. Aha.
Sürət də böyük rol oynayır. Aksent də, aksentlər də böyük rol oynayır. Bəli, aksent fərqi də olur. Məsəl üçün elə listening məsələn səsləndirəndə speaker elə aksentlə danışır ki, məsələn, tutalım British aksent ola bilər. Elə də var Amerikan aksentlə danışır. Və Amerikan aksentində fikir vermisinizsə, onlar çox tez-tez danışırlar və onlarda qayda pozuntusu var. Yəni onlar qayda ilə danışmırlar. Onlar necə var, gəldi danışırlar. Ona görə də British aksentlə məşğul olan insanlar və britanlar özləri belə amerikanlıları anlamırlar. British aksentlə məşğul olan insanlar Amerikan aksentini anlamırlar. Və bu da çox normal bir təbii haldır. Özünüz bilirsiniz də təkcə British aksentlə Amerikan aksenti deyil və ayrıca başqa aksentlər də var. Məsələn, Hindistanlılar ingilis dilində necə danışır, Pakistanlılar necə danışırlar ingilis dilində. Fikir verirsiniz, aksentləri tamamilə fərqlidir. Yəni elə bir insanla qarşılaşmışam, Hindistanlıdır, qadın və ingilis dilində danışır. Mən onu güc bala ilə başa düşmüşəm. Çünki aksent fərqi var, aksent problemi artıq orada biz yaşamışıq. Mən danışıram British aksentlə, o danışır tamamilə Hindistan ingilis dilisi, Pakistan ingilis dilisi və orada bir anlaşılmazlıq və ya toqquşma yaranmışdı. Məncə readingdə çox görürük, amma listeningdə çox eşitmirik. Elə bizim problemimiz də odur ki, biz reading edə bilərik. Gözümüz hardasa məsələn o göz yaddaşı deyilən bir şey var. Tutaram ki, reklamlarda falan ingilis dilində nəsə bir görə bilərik, hansı sözü okey, göz yaddaşı ilə yadımızda saxlaya bilərik. Amma listening praktikası olmadığı üçün mahnıları dinləmirik. Biz adətən nə edirik? Meyillənirik Azərbaycan trend mahnılarına, rus dili mahnılarına, nə bilim, başqa tip mahnılara və ingilis dili mahnıları atırıq arxa plana və ona görə də ingilis dili də bizim bir növ cəzamızı verir. Çoxlu mahnılar, dinləmələr, filmlərə baxmalısınız. Və mənim sizə məsləhətim ingilis dilində öyrənmək istəyən tələbələr, telefonunuzu ingilis dilində eləsəz daha yaxşı olar. İndi həqiqətən insan ingilis dilində daha tez elə bil ki, nəsə mənimsəyir. Çünki niyə? Açırsan settings bölməsini, nastroykadır, ayarlardan tutmuş bütün telefonun içi hamısı ingilis dilindədir. İstər-istəməz göz yaddaşı ilə belə yadda saxlayırsan və nə vaxtsa görəndə tutalım ki, settings sözü ayarlar. Bilmirdin, amma indi bilirsən axı. İndi onu hardasa o sözü görəndə artıq deyəcəksən ki, hə, settings ayarlar idi. Bu da bir plus. Yes, mən Amerikan filmlərini baxanda başa düşmürəm, ancaq sırf ingilislərin filmləri çox anlayışlı olur, yəni anlaşılır olur, sürətləri də aşağı olur. Bəli, çünki onlar qayda ilə danışırlar. Onların öz məsəl üçün bizim bu keçdiyimiz qaydalardır, conditionlardır. Məsələn, biz keçirik abituriyentlərə. İndi ümumiyyətlə ingilis dilinin qaydalarıdır. İstər SAT olsun, istər IELTS olsun qaydalar, abituriyent qaydaları, speakingdə məsələn keçdiyimiz zamanlardır, qaydalardır, düzgün strukturdur. Conditionlar hamısı britanlıların qaydalarıdır. Amerikanlılar qaydası yoxdur. Onlar qaydasız şəkildə danışırlar. Çox jargon sözlərdən istifadə edirlər amerikanlılar. Amma britanlılar yox. Britanlılar çox səliqəli, çox cümlə strukturuna fikir verən, çox çox təmiz danışırlar, yəni. Və bəli, çox yavaş, yəni belə deyim, təmkinli danışırlar onlar. Amma amerikanlılar yox. Amerikanlılar bir sözü başlayanda artıq axırıncı sözü elə bil ki, birləşdirib deyirlər. Məsələn, want sözü ona wanna, go sözü gonna. Yəni belə istifadə edirlər onlar. Yəni iki sözü birləşməsini birləşdirib bir söz deyirlər. Səbirsiz danışırlar. Doğru dildir desəm. Siz bilməz, məsələn, özümdə həmişə deyirəm onu ki, listening bir əzələdir. Yəni bir insan əzələsidir. İnsan idman elədikcə o əzələ də inkişaf eləyir və listeningdə praktika elədikcə, məşq elədikcə o inkişaf edir. Məşq eləməsən, sən onu unudacaqsan. Dil elə bir şeydir. İstər məsələn bir minimum deyim sənə 2-3 ay məşğul olma, illa ki yaddan çıxartdığın sözlər olacaq, nə bilim bildiyin bir şeyi unudacaqsan sən.
Artıq ona sürətli şəkildə cavab verdiyim bir şey artıq sən oturub düşünəcəksən ki, mən bunu bilirdim, amma yadımdan çıxıb indi. Çünki elə bir şeydir, danışdıqca, praktika etdikcə insan daha da inkişaf olunur. İnsan praktika etmədikcə o daha da insan geriyə qalır, geri qalır. Mənzər xanım, mənim Instagram səhifəmə yazarsınız zəhmət olmasa. Mən sizə şablon filmlərin adlarını atacağam hamısını. Sonra məsələn, sizdə elə bir şey olubmu? Məsələn, listening qoyulub sizdə. O sözü eşidirsiniz, sözləri bir eşidirsiniz. Tanıyırsınız, amma mənasını bilmirsiniz. Elə bir şey olub sizdə? Aha. Qarşılaşmışam ki, onu perifraz eləyiblər, başqa cür yazıblar. Ya da orada Aha, başqa cür yazılıb, sualda başqa cür. aha, bəli. Bəli. Bir çox insanlar bəli yazırlar, bəli. Çünki hamıda o olub. Yenə dediyim kimi özümdə belə olub. Ona görə bu öz experience-imdən sizə suallar verirəm. Tutalım ki, cümlədir, dediyi kimi də paraphrase olunur və bir növ eşidirsən, bilirsən ki, söz tanışdır sənə, amma mənasını bilmirsən. Hardasa eşitmişəm, amma mənasını bilmirsən. Və artıq bu da listening-ə çox mənfi, yəni təsir eləyir. Yenə dediyim kimi artıq sən oturub düşünürsən ki, hə mən bunu bilirəm. Bu görəsən bunun mənası necə olacaq? Bunun mənası nə idi? Mən bunu bilirdim. Artıq o davam gələn cümlələr belə qalır, deyir, "Vsyo, sağ ol, sağollaşdıq." Və ikinci dəfədə artıq görürsən ki, heç bir şey yazmamısan, amma listening sonlanıb. Magistraturaya hazırlaşanlar da bu illəri məsələn magistr tələbələrindən də o şeyləri çox yaşamışlar və listening-i çox təəssüflər olsun ki, fail eləmişlər. Yəni uğursuz yazan olmamışdı və ya ümumiyyətlə kəsilənlər olmuşdu. Niyə? Çünki bir sözün üstündə otururlar, düşünürlər. Deyir müəllim, problem odur ki, mən bir sözün üstündə oturub düşünürəm, çoxlu şəkildə düşünürəm ki, mən bu sözü bilirdim, mən bu sözü hardasa eşitmişəm. Eşitmisən də insansan, unutmusan. Axı o biri növbəti cümlələrə bax. Ən azından o cümlə sənə kömək olacaqdı. Ola bilməz ki, olmasın. İlla ki, sən hansısa cümlələri tutacaqsan və mövzunu tutacaqsan. İstər-istəməz mövzunu tutanda insan listening-də də variantları çıxdaş eləməklə də yaza bilərsən. Biri var ki, 5 sualdan heç birini yazmamısan. Biri var ki, 5 sualdan ikisini, üçünü yazmısan. Mən ümumiyyətlə bir çox A2, hətta bəzən A1 sözləri də yadımda qalmır. Bilirəm ki, bu sözü çox görmüşəm, eşitmişəm, ancaq yadıma düşmür. Sizcə bunu necə həll edə bilərəm? Çoxlu şəkildə təkrar etməlisiniz. Sözləri təkrar etməlisiniz. Çoxlu şəkildə təkrar eləməlisiniz və bir sözü öyrəndinizsə, məndən sizə bir məsləhət. Bir sözü öyrəndinizsə, onun sinonimlərini də, antonimlərini də öyrənməlisiniz. Tutalım ki, abituriyentlər, mən indi çox bazən abituriyentlərdir deyən, ona görə abituriyent deyirəm. Abituriyentlər tutalım ki, important sözü. Important-ı onlar təkcə important-dan öyrənmirlər. Çünki niyə? Listening-də deyə bilər ki, close meaning the word important sözü. Hə, bu insan axı bilməlidir bunun sinonimi nədir və ya ki, write the antonimini, yəni onun opposite meaning. Və bu insan bunu antonimini bilməlidir, sinonimini də bilməlidir. Və important artıq avtomatik olaraq vacib deyəndə important deyirlər, crucial deyirlər, main deyirlər, major deyirlər, essential deyirlər. Yəni avtomatik artıq bu beynə yüklənir ki, imtahanda da qarşılarına important çıxanda bu artıq crucial da yəni reading olsun, istər listening olsun. Crucial da yazsınlar, main də yazsınlar, major da yazsınlar və artıq deyir artıq balları deyir cəbdə. Və boş-boşuna lüğət kitabını açıb cümlələr, yəni və ya sözləri öyrənmək boşdur.
boş-boş belə-belə əzbərləyirsən, robot kimi əzbərləyirsən, boş şeydir. Siz onu mətnlərdən, siz onu filmlərdən, siz onu eşitdiyiniz mahnılardan öyrənsəniz, daha tez insanın beyninə həkk olunur. Kitabı açırsan, oradan əzbərləyirsən, robot kimi şeir kimi əzbərləyirsən. Zaten o qısa müddətli bir yaddaşa həkk olunur. Bir müddətdən sonra təkrarlama necə yaddan çıxacaq? Yəni onu görün. Amma mahnıdanmı, filmdənmi və ya hansısa bir podkastdanmı, dialoqdur, adi, nəsə, yəni müxtəlif bir mənbələrdən onu eşitsəniz, o sizdə ömürlük gedəcək. İnsan psixologiyası budur. Sonra səsli şəkildə də suallarınızı verə bilərsiniz. Bəs yaxşı, məsələn, bir audioya qulaq asırsınız. Tutalım ki, deyək ki, bir növ 2 dəqiqəlik, 3 dəqiqəlik bir podkastdır, dialoqdur, A1, A2 səviyyəsində, levelında. Siz onu neçə dəfələrlə təxminən qulaq asırsınız? Yəni sözlərə baxmadan, subtitrə baxmırsınız. Adətən podkastlarda subtitrlər olur. Tutalım ki, ona baxmırsınız. Adətən neçə dəfə qulaq asırsınız, dinləyirsiniz podkastı? Mən 2 dəfə qulaq asıram, çünki çox qulaq asanda sıxılıram. Aha. Okay, 2 dəfədən qulaq asandan sonra, məsələn, 2 dəfə qulaq asırsınız. Ondan sonra anlayırsınız. Yəni, məsələn, mən sizdən soruşsam ki, Nuray xanım, mənə danışa bilərsiniz ümumiyyətlə podkast nə haqqındadır? Danışa bilərsiniz öz sözlərinizlə. Yoxsa ki, sadəcə sıxılırsınız, deyirsiniz, bezdim, atır qırağa. Yarısını danışa bilərəm əslində. Çox diqqətlə qulaq asıram, amma artıq çox qulaq asanda sıxılmış oluram. 2 dəfə, yəni 2 dəfədən artıq qulaq asmırsınız. Bəs yaxşı, podkastı qoyaq qırağa. Mahnı olsun. Mahnıları yəqin ki, dinləyirsiniz. Trenddə olan mahnılar var ki, onu məncə heç ingilis dilində mahnı qulaq asmayan insanlar belə artıq onu qulaq asırlar, oxuyurlar, dinləyirlər, düzdür? Və ya hansısa bir müğənninin fanatı olurlar və o fanatın belə təsəvvür edirsiniz, ingilis dilindən əlaqəsi olmayan bir insan görürəm ki, tutalım kiminsə konsertidir burada. Amerikanlı bir məşhur müğənnidir və onun konsertindədir. Yəni onun fanatıdır da. Yəni bir trenddə olan mahnılardır, fanata çevrilir. Sizcə bu nədən irəli gəlir? Nədən? Yəni necə deyim sizə? Sizcə bu nədən irəli gəlir? Qısa bir sual verim sizə ki, beyniniz qarışmasın. Çünki ritmlər olur da müəllim. Adam sıxılmır. Aha. Neçə dəfə qulaq asarsınız təxminən? Mən mahnılara çox qulaq asıram. İngiliscə də olsun, fərqi yoxdur. Aha. 2 dəfə, 3 dəfə, yəni 4 dəfə qulaq asarsınız. Bəli. Tamam. Neçə dəfədən sonra dinləməni başa düşürsüz? Yəni mahnının sözlərini tutursunuz, mahnının mövzusunu tutursunuz. Neçə dəfədən sonra? Ardıcıl şəkildə qulaq asıram. Məsələn, 2-3 gün boyunca bir mahnıya takmış oluram, ancaq ona qulaq asıram. Ondan sonra başa düşürəm. İstər-istəməz artıq sən oxuyaraq da artıq beyninə həkk olunur. Bəli. Tamam. Suala artıq cavab vermiş oldunuz Nuray xanım. Yəni bu nədən irəli gəlir? Mahnı da bir listeningdir, düzdür? Və deyirsiniz ki, 2 gündən sonra, yəni o qədər mütəmadi olaraq mən ona qulaq asıram ki, artıq onda yəni necə deyim, asılılıq əmələ gəlir. Düzdür? Asılı qalırsınız hansısa bir mahnıdan. Və ondan sonra başlayırsınız o mahnını oxumağa. Yəni bu nədən irəli gəlir? Deməli siz nə edirsiniz? Məşq edirsiniz. Deməli siz nə edirsiniz? Praktik edirsiniz. Artıq nədir? Beyin öyrəşir. Beyinə doğmalaşır artıq sözlər. Beyinə o ritmdir, melodiyadır, ümumiyyətlə o cümlələrdir, sözlərdir, artıq doğma gəlir. Və istər-istəməz sizdə də nə olur? Avtomatik olaraq beyinlə dil bir növ kontakta girir və istər-istəməz siz dedikcə də beyin onu özünə həkk eləyir. Həkk olunur beyinə. Razısınız? Bəli, razıyam. Sonra məni burada izləyənlər var ümumiyyətlə Instagramda, yəni məni izləyənlər var? Yoxsa ilk Bəli, dəfədir? müəllim. Var. Aha.
Çox gözəl. Bir də Nuray xanım. Bu günləri elə istəyirdim ki, belə video paylaşım səhifəmdə elə A1, B1, B2 falan səviyyəyə uyğun filmlər. Elə mövzu elə bundan açılsa, inşallah sabaha video paylaşaram. Sırf yəni filmlərin adlarını. Və bilirsiniz də elə kanallar var ki, filmlər ödənişli şəkildə olur. Mən çalışaram sizə ödənişsiz kanallar deyərəm açıqlamada. Yazaram, siz oradan girib baxa bilərsiniz. Amma istəyənlər, yəni bu gün məsəl üçün bu gündən artıq oturub baxmaq istəyənlər filmə mənə yazsınlar Instagram səhifəmə. Yəqin ki, Instagram səhifəmi qrupa atacaqlar. Instagram səhifəmə yazsınlar. Mən sizə cavab yazacağam. Yəni şablon şəkildə atacağam sizə serialların, filmlərin adları və level up eləyərək baxa bilərsiniz bir-bir. Filmlərin çoxusu Netflix-dədir, amma bilirsiniz ki, Netflix ödənişli şəkildədir. Onun ödənişlisi bilmirəm, etmək olur, olmur, amma ödənişlidir. Tamam, burada abituriyent olanlar var və ya bitirib də universitetdə təhsil alanlar. Var müəllim. Aha, bitirmisiniz yoxsa 10-cu sinifə. neçə? Bitirmişəm 10-cu sinfi. Yəni 11-ə keçmisiniz. Əla, Bəli. 2027-nin inşallah tələbəsi olacaqsınız, düzdür? Amin, inşallah. Nuray, məsələn, indi 11-ci sinifdə imtahan verəcəksən sən, qəbul imtahanı verəcəksən. Bu gündən etibarən özündə nə dəyişiklik eləyərsən bu təlimdən sonra? Mən sizdən film nümunələr götürəcəm, ona baxacağam. Bir də speaking-ə yazılmışam. Aha. Ondan inkişaf elətdirmək istəyirəm özümü. Çünki Aha. esse mənə çox çətin gəlir. Ona görə deyirəm speaking öyrənim. Esse-də yəqin ki, cümlə qurmağa inkişaf elətdirmiş olaram. Aha, inşallah. Zeynəb xanım yazın, mən universitetdə təhsil alıram. Çox gözəl. Zeynəb xanım, hansı universitetdə təhsil alırsınız və orada ingilis dilinə hansı leveldə keçirlər sizə? Ümumiyyətlə listeninglər elətdirirlər, speakinglər elətdirirlər siz orada. Və ya o üzrə, o sectionlar üzrə imtahanlar verirsiniz? Türkan xanım 4-cü kursa keçmişəm. Əla. Həmçinin də sizədir sualım. Hansı universitet və ümumiyyətlə ingilis dilini nə dərəcəsində universitetdə tədris edirlər? Edə bilirlərmi ümumiyyətlə? Yəni bu dediyimiz, bu günləri müzakirə etdiyimiz mövzulardır. Ümumiyyətlə müzakirə etdiyimiz problemlərdir. Bunları universitet müəllimləri sizlə tətbiq eləyir ya yox? Mən Mingəçevir Dövlət Universitetində oxuyuram. İbtidai sinif müəllimliyində. Bizim ixtisasa o qədər aidiyyəti yoxdur ingilis dilinin. Birinci kursda keçmişik, həm birinci semestrdə, həm ikinci semestrdə. Yaşıl üzlü bir kitab var idi, adını xatırlamıram. Oradan keçirdik. Amma yəni belə düz deyə müəllimimiz bizim üçün öyrətməyə çalışırdı, bizə tövsiyələr eləyirdi. Universitetin özündə danışıq klubları falan var idi. Sonra bizim universitetə Amerikadan şəxsən qonaqlar gəlmişdi. Universitetimizlə maraqlanırdılar. Biri Anna xanım idi. Gəlib bizim ingilis dili dərsimizdə oturmuşdu, söhbət eləmişdi. Amma belə yəni onda bu qədər maraqlı deyil idim dil öyrənməyə. İndi amma maraqlıdır. Əslində yenə maraqlı deyil, prosta məcburiyyət. Hə, çünki niyə 4-cü kursa keçmisiniz? Yəqin ki, magistra verəcəksiniz və gələcək işinizdə də düzdür, ibtidai müəlliməsiniz, düzdür? Yəqin ki, ixtisas üzrə də davam eləyəcəksiniz. Ümid edirəm. Həm magistraturaya hazırlaşacağam. Əla. Magistrda da ki, ingilis dili lazımdır. Mən də elə esse görə, orada esseni yaxşı yazmaq istəyirəm. Amma listening orada bir çox tələbələr listening üzündən kəsilirlər. Ona görə yəni dediyim kimi çoxlu şəkildə indidən oturun dinləmələr eləyin. Siz dinləmələr elədikcə, podkastlar elədikcə inanın mənə, yəni magistrın dinləmələri 2/2 olacaq. Ella.org var, elə bir sayt var. Pulsuz orada dinləmələr, videolar falan var. Oradan girib edirəm.
Aha, Özümə dəftər tutmuşam. Belə gündəlik kimi yazıram, öyrənməyə elə çalışıram. əla. Ordakı məsələn, yəni belə deyim də, hər sözü qeyd eləyin dəftərdə, hər sözü. Çünki yenə dediyim kimi, ayrıca tutalım kitabı dı əzbərləməklə heç nə olmayacaq. Bilin ki, zaten heç nə öyrənməmisiniz, boşunuza vaxtınızı sərf eləməyin. Siz dinləmələrdən, speakinglərdən, tam conversation clublardır ya. Orada kimsə nəsə danışanda ağızdanmı, nəsə bir filmdənmi, oradan burdan nəsə götürüb sizin beyninizə həkk olunacaq. Kitabı robot kimi əzbərləmək heç nə vermir. Mən həmişə öz tələbələrimə də demişəm ki, onu nəsə bir aktivitetə çevirin. Nəsə bir aktivitetdə onu çalışın öyrənməyə. Onda insanda həkk olunur beyninə və ömürlük o insandan gedir. Həqiqətən yəni əzbərlədiyim heç bir şey yadımda qalmır. Mən Qalmır. 11-ci sinifdə oxuyanda nə qədər lüğətlər əzbərləmişdim. İmtahana kimi hamısı yadımdan çıxmışdı. Gördünüz? Niyə? Yəni Çünki siz onu praktik etməmisiniz. Siz onu speakingdə praktik etməmisiniz. Siz onu listeningdə praktik etməmisiniz. Siz onu conversation eləməmisiniz. Yəni çünki 11-ci sinif nədir? Əsas 11-ci sinifdə abituriyentdir. Qaydalardır, nounsdur, adjectivesdir, adverbsdur. Hə, readingdir. A1, A2 səviyyəsində uzağı çox çətin dediyimiz, wow, çətin dediyimiz B1 olur. Listeninglərdə həmçinin tam o çətinlikdə olmur. Gəlirik universitetə. Biz deyirik, hə, 97-100 bal yığmışıq ingilis dilindən, ingilis dilini bilirik. Gəlirik universitetə, amma axırda nə olur? Əslində ingilis dilini bilmirik. həqiqətən elədir. Universitetdə tamam fərqlidir ingilis dili. Tamamilə fərqlidir. Bəli, yenə dediyim kimi ingilis dilinin təhsil Dillər Universitetində birinci kurslar var ki, hal-hazırda, yəni tələbədirlər də qoşulublar dərsimə. Birinci semestrdə, birinci kursun birinci semestrində speaking imtahanından kəsiliblər. Amma soruşuram, deyir ki, ingilis dilindən 97 tam onda neçə bal yığmışam? 29 yarım yazmışam. Və istəyirəm niyə? Deyir ki, çünki speakingin zəifdir. Niyə? Çünki praktik olunmayıb, abituriyent olub. Abituriyentdə nə speaking, onlar sırf odaqlanırlar reading, listening, qrammatika. Всё. Və robot şəklində də sözlər əzbərləyirlər. Tələffüzdə də elədir. Danışanda da danışmaq olmur. Sözü Bəli. görsən tələffüz edə bilmirsən. Yazılışı sənin ağlında qalır. Bəli. Olmur. Tutalım ki, deyək ki, beautiful sözü. Hə, məsələn elə uşaq var ki, beautiful sözünü deyə bilmir. Deyir, o mən bu var, beautiful, belə nəsə belə bir şey deyir. Deyirəm, hə, beautiful demək istəyirsən. Göz yaddaşıyla yadında saxlayıb, beautiful gözəldir. Hə, onun sinonimi wonderfuldur. Amma onun tələffüzünü deyə bilmir. Göz yaddaşıyla yazılışını yadda saxlayıb sadəcə. Məndə də elədir. Göz yaddaşım güclüdür, amma Yes. belə söz yox. Aha. Facts and Figures kitabıdır yaşıl. Yox, Yoxsa yadımdan New English File da var onun yaşıl cover'ı var üzündə. o nəsə Oxford yazılmışdı deyəsən üstünə. Təmiz yadımdan çıxıb. Onda New English File-dır. New English File-dır o. Allah. Çünki universitetlərin sevimli kitabıdır. Düz ingilis dili müəllimlikdə oxuyan ixtisasda onu şey eləmirlər, çünki o ekstra asandır. Yəni ingilis dili Çox müəllimliyi. asandır. Həqiqətən ibtidai sinif səviyyəsində idi. Hə, ibtidai sinif səviyyəsindədir. Amma başqa, məsəl üçün bizim universitetdə başqa fakültələr var idi ki, o kitabla keçirdilər. Hə, yəni onlar üçün yəni asan. Onlar üçün əslində çətin gəlirdi. Prosta bizim üçün, bizim ixtisas üçün o çox asandır. Asan leveldadır. Facts and Figures kitabı barədə çox məsləhət görürəm və mən öz tələbələrimə də onu tətbiq edirəm. Oradan mətnlər əzbərlədirəm və onu dərsdə tam onlar öz sözlərindən onu danışırlar. Və mətn o deyimdə məsəl üçün easy-dən tutmuş harda kimi onun level kitabları var. Birinci asan, sonra çətin, yəni var ki, içində bildiyimiz, bilmədiyimiz sözlər də olur ki, məsəl üçün elə sözlər var ki, tutalım adi asan bir kitabda, asan bir leveldə o sözlərdə məsəl üçün bilmədiyi sözlər var. Magistrda dəhşət kəsilir ingilis dilində. Bu illəri magistr imtahanının çox tələbələri əslində təəssüflər olsun ki, kəsiliblər. Hamısı da ingilis dilinin üzündən olub. Həqiqətən də. 4.5-lə kəsilənlər olub. 4-lə kəsilənlər olub. Bir sualı, yəni qaçırdıblar. Bəli, çox kəsilirlər. İngilis dilindən çox kəsilirlər. Yəni əsas informatika, məntiq deyil, amma xarici dildən uşaqlar çox kəsilir.
Biz hər ikisindən keçdik. Bəli, yəni New English Files sırf yəni universitetlər onu tədris eləyir və çox da asan leveldadır. Başqa yəni ixtisas üçün əslində o proqramdır. İngilis dili müəllimliyində əgər oxuyanlar varsa, özləri bilirlər, o tamam başqa kitablarla keçirlər. Və onu bizə o PDF şəklində də çıxartdırırdılar. Yəni bir növ C1, C2 levelındaydı. Elə bil ki IELTS, SAT levelındaydı. Elə bir SAT dərsi keçirdik. O leveldaydı. Sonra speaking imtahanları olub sizdə heç? Yəni speaking imtahanları keçirdiblər yəni universitetlər? Zeynəb xanım yazıb ki, ADAO Gəncə Dövlət Aqrar Universitetində deyəsən düzdür. Təhsil alıram. Sadəcə birinci kursda keçdik ingilis dilini. Speaking olunmurdu və əzbərə mətn verilirdi. Eynən biz də yaşıl kitabdan keçirdik. Orada mətnləri tərcümə edib əzbərləyirdik. Mətnləri tərcümə edib əzbərləmək ilk levellar üçün, başlanğıc levellar üçün bəli, approve edirəm. Çünki mən özüm də elətdirirəm. Amma bir müddətdən sonra artıq mətni əzbərlədib, əzbərlətmək sırf mətni tət-a-tət birə-bir cümlələri yox, öz sözlərinlə danışırsansa, o əla bir şeydir. Elə bir növ speaking eləyirsən. Amma sırf mətni əzbərə danışırsan, məsələn, mən tələbəm, mətni əzbərə danışsam, onu stop eləyirəm, deyirəm ki, qəbul eləmirəm. Çünki mənə əzbər sənin mətn danışmağı lazım deyil. Yəni mətni əzbərləyib, yəni yaddaşı yaxşı olub, əzbərləyib, amma onun mənasını, heç sözlərin mənasını bilməmək də ola bilər. Ona görə də mən istəyirəm ki, sən öz sözlərindən düşünərək danış, yavaş danış. Qoy o mətnə 5 dəqiqə yox, 15 dəqiqə getsin. Amma mən bilim ki, sən onu öz sözlərindən danışmısan. Yəni mətnləri də bir müddətdən sonra əgər bir tələbə B1-a gəlib çatıbsa, B2-yə gəlib çatıbsa, mətnləri tərcümə elətdirməyə heç məna görmürəm. Çünki mənasız gəlir. Yəni orada heç bir inkişaf olunmur zaten. Onu mətni, yəni məsəl üçün tutalım ki, belə bir levelda bir mətindir, yəni belə bir size-da bir mətindir. Hə, çətin sözlərləndir, B2, C1 sözlərləndir. Onu vermisən öz sözlərinlə danışmağa, o başqa məsələ. Hə, çünki mən özüm də elə elətdirirəm. Amma ki, sırf boş-boş tərcümə elə, ondan heç bir şey olmayacaq. Oxuyub tərcümə eləməyə birinci sinif uşağı da artıq eləyir. Yəni o dərəcəsində dil inkişaf olunur ki, birinci sinif uşağı artıq mətni oxuyub tərcümə edir. Üçüncü sinif uşağı mətni oxuyub tərcümə edir. Onu hamı eləyir. Amma New English File sırf A1, A2 levelında olan insanlar üçün məsləhət görürəm. General English dərslərində müəllimlər ondan istifadə edirlər. Yəni deməyin də sırf ibtidai leveldadır. Elə insan var ki, onun üçün belə çox çətindir o kitab. Elementary level var, intermediate, pre-intermediate. Və onun advanced level da var. Və advanced level bir tık çətindir. Sonra təlimimizə artıq 5 dəqiqə qalıb və sualım bu idi ki, bu gün öyrəndikləriniz, yəni məsəl üçün də təlimə az qalıb da. Bu gün bu 1 saatlıq təlimdə sizin öyrəndiyiniz ən faydalı məqam nə oldu? Nəyi öyrənmiş oldunuz? Düşünelim. Necə? Məsələn, mətni öyrənəndə həmin cümlələrlə yox, başa düşərək danışmaq, Aha, sözlərin sinonimlərini də öyrənmək. bəli.
Yəni robot kimi sözləri əzbərləmək yox, danışaraq və ya oxuyaraq, mətn, kitab oxuyaraq, podkastlar dinləyərək, mahnılar dinləyərək, telefonlarımızı ayarlardan ingilis dilinə çevirərək ingilis dilini daha tez şəkildə öyrənmək olar. Və bu arada da belə mənə çox suallar gəlir speaking dərslərinə qoşulmaq istəyənlər ki, tam olaraq A1-dən B1-ə neçə aya gəlib çıxaram, neçə aya gəlib çataram. Və mən ona realı cavab verəndə mənə geri dönüş etmir və yaxud tam başqa bir formada cavab verir ki, axı bəzi kurslar var ki, onu 3-4 ay, uzağı 6 aya öyrədir. Və izah eləyə bilmirəm ki, dili öyrənmək etap-etapdır, deyir, dama-dama göl olardı. Neçə il öyrənirsən və hələ də zaten öyrənirsən. Mənim də elə olur ki, bilmədiyim bir sözlər olur, açıram, lüğətdən baxıram. Çünki niyə? Dil elə bir şeydir ki, hər gün inkişaf olunur. Hər gün lüğətə yeni söz əlavə olunur. Hansı bir fransız dilindənmi, almandan yeni bir söz gəlir lüğətə. Və deyir ki, 6 aya A1-dən B1-ə gəlib çata bilmərəm ki, hər gün məşğul olsam, mütəmadi olaraq sizin dediyinizi eləsəm və mən də izah edirəm ki, A1-dən, yəni sən sıfırsansa, tutalım da, yəni az-maz nəsə bir şey bilirsənsə, A1-dən B1-ə gəlib çatmaq üçün sənə ən azı il yarım lazımdır. 2 il lazımdır. O da səlis şəkildə yox. Yəni qırıq-qırıq. Yəni mən ona realı danışıram. Həqiqətən mən öz tələbələrimə də o marketinq tipli getmirəm ki, 3 aya C1-ə gəlib çatacaqsan deyilən bir şey yoxdur. Yəni bunu sizə də yəni məsləhət görürəm ki, müəllimə qoşulanda o müəllimə o sualı verməyin. Çünki yəni doğru şəkildə öz işini görən müəllim sizə 3 aya səni gəl mən sənə ingilis dilini C1-ə gəlib çatdıracağam deyirsə o müəllimdən qaçın. Elə bir şey yoxdur. O sadəcə marketinqdir. O marketinqi artıq müəllimlər özləri də marketinq keçirlər. O psixoloji bir şeydir. Yəni o psixoloji bir atakdır. Yəni psixoloji insana elə bir təsir edir ki, 3 aya mən ingilis dilini öyrənəcəm, wow şəkildə öyrənəcəm, xarici gəzəcəm, IELTS-ı verəcəm, A1-dən C1-ə əla, mən ingilis dilini super şəkildə biləcəm 3 aya. Elə bir şey yoxdur. Sadəcə marketinqdir. Realı götürəndə A1-dən B1-ə il yarım. İl yarım belə hələ azdır. 2 il, 2 il yarım gedir. Belə. Dinləmə bacarıqlarını evdə özümüzdə inkişaf etdirə bilərik. Praktika etməyin önəmi, mahnıları dinləmək önəmi. Aha, bəli. Özünüzə bir vaxt ayırın, bir növ bölün. Həftənizi bölün ki, tamam mən bu günləri ingilis dili öyrənəcəm. Yəni çox insan onu əslində etmir. Məsələn, məndə self-study paketləri var ki, onu alırlar. İstifadə eləyəni hardan bilirəm istifadə eləyir? Məsələn, məndən soruşur ki, bunu necə eləyim, bunu nə cür öyrənim? Amma elə insan var ki, alıb atır qırağa. Yəni baxmır. Self-study biraz məsuliyyətli, biraz həqiqətən də çalışqan bir insan lazımdır self-study paketini alıb məşğul olmaq üçün. İradəli insan lazımdır ki, sırf mən bunu öyrənəcəm, mən bu ilə məşğul olacağam, özümü inkişaf elətdirəcəm. Və bəli, ingilis dilini öyrənmək istəyirsinizsə, əsas praktikadır. Dinləmə, podkastlar, danışıq. Səhv-süf danışın, amma danışın. İnanın ki, 1 gün səhv, 2 gün səhv, 3 gün səhv, lap 1 ay səhv, 2-ci ayı düzgün şəkildə danışacaqsınız. Bu qədər. That's all. Bitdi. Başqa sualınız var mənə? Xeyr. Xeyr. Əziz Füzə xanım, biz bilirik ki, ikinci dəfədir sizinlə təlim edirik və yenidən bizimlə təlim keçdiyinizə görə sizə minnətdarlığımızı bildiririk. Düşünürəm ki, bu təlim iştirakçıların listening mənasında, deyək, ümumiyyətlə ingilis dili anlamında müəyyən qədər inkişafına rol oynadı. Qrupumuzda mütəmadi olaraq təlimlər təşkil olunacaq. Tövsiyəm budur ki, qrupu tərk etməyəsiniz və həmkarlarınızı dəvət edəsiniz. Sertifikat üçün elandakı əlaqə nömrəsinə yazmağınız kifayətdir. Gecəniz xeyrə qalsın. Növbəti təlimlərimizdə görüşənədək. Sağ olun. Sağ olun, gecəniz xeyrə qalsın.